Vaxtınız xeyir olsun. Deməli, mən bugün sizə əbub və əkubun tapılma qaydasını izah edəcəm. Aşağı siniflər əbub və əkubun tapılma qaydasında çətinlik çəkdiyini bildirmişdilər və indi isə onlar üçün sıradan və sadə yolla izahını verəcəyik ki, bu yol onları 11-ci sinifə kimi köməkçi olacaq. Hər hansı bir ədəd götürək. Biz bilirik ki, ilk növbədə əbub ən böyük ortaq bölən, əkub ən kiçik ortaq bölünəndir. Və biz bu zaman bunu bildiririk ki, əkubun cavabı, yəni eyni ədədlərdən söhbət gedir. Eyni ədədlərdir. Əkubu da tapırıq, əbubu da. Yadımızda saxlayırıq ki, əkubun cavabı əbubun cavabından böyük alınacaq. Çünki əkub sözün tərkibi bölünən deməkdir. Əbubda isə bölən. Bölünən böləndən böyük olduğuna görə həmişə dedikdə, yəni biz cavabı natural ədəd istəyirik axı hələ ki. Söhbət natural ədədlər bölməsindən gedir. Bu zaman biz deyirik ki, əkubun cavabı əbubun cavabından böyük olur tapdıqda. Mən hər hansı bir ədəd götürürəm. Məsələn, 24 olsun və olsun 44. Desək ki, bu ədədlərin əkubunudur və əbubudur. Mən ilk növbə bu ədədləri sadə vuruqlarına ayırıram. 24-ü sadə vuruqlarına ayırsam 2-yə, ən kiçik böləndən başlayıram. 2-yə, 12, 12 2-yə bölünür. 6, 6 2-yə bölünür. 3, 3 də 3-ə 1. Sonra 44-ü bölürəm. 44-də 2-yə bölünür. 22, 2-yə bölünür. 11, 11 sadə ədəddir. 11-ə bölünür və 1. Biz daha sonra əbubu tapılma qaydasına baxırıq. Əbubu taparkən sadə vuruqlarına ayırdığımız ədədlərdən ortaqlarını seçirik. Məsələn, 2, 2. Başqa ortaq görmürəm ki, burada yox. Bu 2 yuxarıdakı 2-dən bir dənəsini yazıram, aşağıdakı 2-dən bir dənəsini. Əbubum oldu 4. Əkubu tapılma qaydasında isə əkub 24 və 44. Bu zaman ən kiçik ədədi götürürəm, yəni 24-ü vururam. 24-ün içərisində olmayanlara. 24-ün içində 2 var. 2 var. Olmayan nədir? 11-dir. Yəni mən artıq burada 24-ü vuracam neçəyə? 11-ə. Bu da sizin olacaq cavabınız. Yəni indi biz 24-ü 11-ə vuraq. Buraya yazaq, vuraq 11 bərabərdir 264-ə. Əkub 264, əbubumuz isə 4. Həqiqətən gördük ki, əkubun cavabı əbubun cavabından böyük alındı. Gəlin, daha sonra yeni bir dənəsində izahını verək. Çünki ola bilər ki, bu sual sizlər üçün biraz çaşqınlıq yaradar. Öyrənənə qədər əbub və əkubu bu cür təkrar etmək lazımdır. Eyni qayda ilə heç bir fərqli qaydamız yoxdur. Məsələn, yazaq ki, (42) və 84 olsun. Biz bu ədədləri tapsaq, yenə 42-nin sadə vuruqlarını ayırarıq. 3, 7, 7, 1. 84 ən kiçik 2-yə bölünür. 42, 2-yə bölünür 21, 21 3-ə bölünür 7, 7, 7-yə 1. Əkubda və əbubda. Əkubu tapsaq 42 və 84. 42 vurulsun. 42-nin içərisində 2 var. 3 də var, 7 də var. Nə yoxdur? 2 yoxdur. 42 2-yə vururam. Oldu 84 mənim əkubum. İndi əbubu tapıram. 42 və 84-ün əbubu. Bunun əbubunu tapdıqda isə biz nə edirik? Ortaq olanlar götürülür. Yəni 2 ortaqdır, bir də 3 ortaqdır, bir də 7 ortaqdır. Yazıram 2 vuraq, 3 vuraq, 7. Bu deyilir 42. Görürük yenə əkub əbubdan böyük oldu. Yəni əkub və əbubun tapılma qaydası bir qayda olaraq bu cürdür. Faydalı olduğum üçün yəqin ki sevinərəm. Sağ olun.